Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun, gününüz uğurlu keçsin inşallah. İnşallah bu günləri yeni bir dərs təqdim edəcəyim sizə. Haydi bismillah. Bir dənə bu güncəlliyək yoldaşlar. Bu güncəllənənə qədər, yoxsa avtomatik güncəllənir deyəsən. Tamam. Qoydun üzərinə daxil oluruq. Chartımızı açırıq. Yeniden başladım. Başlata tıklayın. İnşallah bir tane yeniden başladı. Yani bismillah diye yeniden. Google Play. Bugün qəşəng bir dərsimiz olacaq. Sizi daha da maarifləndirəcəm. Daha da yeni kombinasiyalar, yeni metodlar, onları hamısını sizlərə anlatacağım inşallah. Qoy indi bir dənə bu açılsın. Tamam, açıldı. Yoldaşlar, əsas dediyim kimi strateji, disiplin, düzdür, risk yöntəmi falan disiplinin tərkibindədir hamısı. Strateji və disiplin. Önəmli olanlar bunlardır. Strateji və disiplin. Tamam uşaqlar, indi qızıla baxırıq. Bunları bir dənə formatda edək. Hamısını qaldıraq. Çizimləri qaldıraq. Uşaqlar, baxın, burada nəyi ima etməyə çalışır onu sizə. İlk öncə bir dənə chartımızı analiz edək. Nüktasyon. Tamam. Alt tıkınış, üst tıkınış. Bayağı ilerlemiş. Bayağı. Ya burası. Tamam. Buradan artık bay görsənir. Bəli. Buradan artık bay görsənir. Eğer qalxma olsa mesela. Bax bura qədər. Biraz da düşüş yaşayacaq. Ondan sonra ehtimal gözləyirəm belə bir şey. Belə düzü siqnal vermək kimi olmasın, elə baxıram və. Çünki elə price action SP alanlarına baxmamışım. Onları da deyə bilmərəm. Heç nə yoldaşlar, gedək bir dənə chartın arxasına geriyə dönüş edirik. Tamam, buralar yetərlidir. Uzun vade işlem, kısa vade işlem. Ayda bir dəqiqəlik düşək. Tamam, indi baxaq. Başlayır. Tamam, buradan mesela bu alanı içerideyse mesela çekmiyorlar. Neredeyse buraya kadar yeterli. Tamam, gördünüz. Buraya kadar yeterli. Niye göre? Çünkü bak entry bölgesi. Görürsünüz. Niye göre buraya bakın. Strateji bunu göstərir bizə. Mesela aşağıdan toxuntu var, üstten toxuntu var, tamam, üstten yeni toxuntu var. Bu artıq bizim horizontalımız gedir, tamam mı? Bu alandakı ekvatorumuz gedir. 1 dəqiqəlik vaxt limitində. Price action'da uygulayanda görürsünüz. Price action'a uyğun bura gəlir, tamam mı? Buradan dönüşüm edir və daha sonra düşüşün yaşayır və gəlir. Yuxarıdan horizontala toxunuş verir. Yenə eyni format. İndi bunları bir-bir çəkməyim də belə. Nəzərdə olsun. Dönüş edir və ondan sonra artaraq gedir, tamam mı? Bura gəldikdən sonra artıq bizim horizontalımız bax bu alanı görürsünüz uşaqlar. Horizontalımız bax bu alandır. Bir toxunuş var, görürsünüz. Reabilitasiya edir, bu aralarda gəlir, konfigurasiya edir və ondan sonra trade verir. Trade verdikdən sonra yenə də eyni alanda gəlir. Burada biraz manipulyasiya edir. Yəni buranın
Manipulyasiyalar məlum məsələdir. Onları bilmək lazımdır. Daha sonra yəni toxunuş edir. Tamam mı? Görürsüz üzərindən və aşağısından toxuntular var, tamam mı? Və nə edir? Bu gəlib yenə o alanlara çatır. Tak, gördünüz, oradan sonra düşür və qalxıb gedir. Tamam, bura düşdükdən sonra artıq buradan da bay aça bilirsiniz də, tamam. Kombinasiya uyğun olaraq bay aça bilirsiniz. Hələ burayı açsanız yetər. Çünki bu artıq dəyib də, biraz yuxarıda qoya bilərsiniz. Niyə görə? Çünki yoldaşlar, bu gəlir aşağı horizontala deyir, tamam mı? Daha sonra qalxır ekvator. Artıq burada ekvatorda toxuntu var, tamam mı? Yenə eniş edir horizontala və ondan sonra qalxıb gedir. Hara qədər? Üst liqə qədər götürə bilərsiniz məsələ. Bu liqə qədər həm buna qədər götürə bilərsiniz. Ekvatorun üzərindəki alana qədər də götürə bilərsiniz, tamam mı? Mən ancaq bunu necə götürərəm? Bunu bu üsulda da götürə bilərəm bu məsələ. Dictation-a qədər də götürə bilərəm. İndi siz bunları bilməyəcəksiniz. Chartın arxa formasına baxaq. Bura qədər götürə bilərsiniz məsələ. Gördünüz? Tap. Ora qədər çəkirsiniz. Artıq buradan bura karınız var. Oturub gözləyirsiniz, analizinizi edirsiniz. İndi nədir burada? Bu məntiqi izah edim sizə. Nəşinsə mətin yazanı biraz gec asır. Başa düşürəm nəyə görə beləsin. Neyse, bu açınızdan söhbət edim. Uşaqlar, aşağı horizontalla yuxarı ekvator alanları nədir bizdə? Aşağı horizontal daha doğrusu bizə fiyatların cəmlənmədiyi hissəsini göstərir. Ekvator isə əsas yuxarı və aşağı zonların birləşmə alanları, tamam mı? Fiyatlar ki, balinalar falan məsələsini deyirik də, indi çoxumuz bilirik balinanın nə olduğunu. Balinalar falan borsaya daxil olur, bazara, market makerlar falan. O zaman nə edir? Fiyatlar başlayır həddindən artıq qalxış etməyə və düşüş yaşamağa, tamam mı? Bu zamandakı artıq, məsələn, market maker məsələsinin birjanı oynatmağa çalışdıqda, məsələn, fiyat həddindən artıq artaraq gedirsə, bu məlum məsələdir ki, borsa, qrafiklər yenidən dönüş etsin ekvator xəttinə. Ekvatorda fiyatları cəmlədikdən sonra yenidən yoluna davam etsin. Bu yüzdən də uşaqlar nədir? Bu aşağı horizontaldır, tamam mı? Hırızı aşağı. Tamam, indi yəqin ki, başa düşərsiniz də, hırızı aşağı, tamam mı uşaqlar? Bura ekvatordur. Bizim üst ekvatorumuz haradır? Bax, üst horizontalımız bu hissədir, tamam mı? Gördüyünüz kimi uşaqlar, burada da məsələ toxuntular var. Pik səviyyədə. Burada da toxuntular var. Pik səviyyədə, məsələn, görürsünüz, aşağı yuxarıdan toxuntular var. Məsələn, hətta burada da bir şey var. Bu bizi qane etmir. Qane etmir, amma ki, qənaət bəxşdir, yəni. O qədər də qane etməsə də. Tamam, məsələn, oradan məsələsi, tamam mı? Buraya gəldi yoldaşlar, məsələsi. Tutaq ki, siz buradan bura, məsələsi, uzun vadəli işləm aparanlar, məsələsi, geri dönüş etsin, tutaq ki. Geri dönüş edib ekvatora dəysin, məsələn, gözləyir. Dəydi, tamam mı? Buradan, məsələsin, rahat bir formada, məsələsin, bay aça bilərsiniz. Tamam mı? Məsələn, bu tutalım ki, gəldi bura. Tamam mı? Buradan tutalım ki, yenidən bay açırsınız. Ta bura qədər. Yox, üzr istəyirəm. Bu dönüşü gözləyin. Bu dönüşün yaşasın. Dönüşün yaşasın. Çünki niyə görə? Çünki burada da alanlarımız var bizim, görürsünüz. Burada da alanımız var. İndi oraya qədər gəlsə, tamam, giriş edərik. Gəlməsə, oradan bay. Belə şeylərdə risklidir. Gözləmək lazımdır. Marketin yönünü deyirsiniz. Bax, gördünüz, aşağıya gəldi. Tamam, buradan məsələ aça bilərsiniz bay. Belə çubuqla çəkim istəsin. Buradan açısı bura qədər bay. Stopunuzu da gətirin, məsələ bura qədər qoya bilərsiniz. Çünki çox zərərə düşməyin də. Birdən indi ehtiyat entry bölgəsində sizə izah edəcəm, yaxşı mı? Ehtiyat entry bölgəmizi mən sizə başlayacağım. Çünki niyə? Burada siz məsələn bu kombinasiyaya uyğun açdınız, tamam mı? Birdən stop olma ehtimalınız olsa uşaq, ikinci entry bölgəmiz buradır. Oradan artıq buy formasyonuna keçə bilərsiniz, tamam mı? İkinci entry bölgəsi. Bu da qeyd edin inşallah bura. İkinci, yəni orada stop olsanız, burada artıq pulu çıxara biləcəksiniz. Başa düşdünüz necə? İkinci entry zone. Tamam uşaqlar, indi baxırıq. Məsələn, buradan bayatmışsınız da, tamam, bu ox çərçivəsində. Tutaq ki, burada mənfi, bu alanda tutaq ki, mənfi $100 ziyandasınız, tamam mı?
Əgər gəlsə stop olsa. Əgər bu enter bölgəsinə gəlsə, buradan bura qədər olan alanınız isə sizin artı $200-300 vəsait edəcək. Tamammı? İndi baxırıq qrafikə. Buradan girmişsə olsun məlum məsələ. Gördünüz. Hoppa. Yenidən o oxa. Gördünüz bu oxa gəldi dəydi. O oxdan sonra qalxış edir. Tamam bax. SP gəlsin. Bu zonunuzu mesela tutalım ki açmışsınız da uşaqlar. Burada izah edeyim. Bu zona gəldi məsələn. Tamam mı? Bu bura qoydunuz. Stopunuzu da bura qoydunuz mesela. Tamam mı? İndi enter bölgəsi var uşaqlar. Bu buna çox yaxındır. Tamam mı? Deməyək. Bu buna çox yaxın. Tamam mı? İkinci enter bölgəsi. Artıq bu alanda siz buy girirsiniz. Çünki ola bilər ki, toxuntu verməsin də getsin. Onsuz da stopunuzu bunun aşağısına qoyacaqsınız. Tamam mı? Buradan buy qoyursunuz ora qədər. Tamam mı? Artıq burada $300 var. Stop bölgənizi də gətirib qoyursunuz bu aşağısına. Tamam mı uşaqlar? Bunun aşağısına. Artıq enter bölgəsi bilirsiniz necə bəzən olur ki, toxunuş vermədən gedir. Başa düşdünüz. Siz məsələn baxa qalacaqsınız ki, ayda enter bölgəsinə gəlmədi. Mən keşke oradan girərdim. Onsuz da məlum məsələ. Bilirsiniz ki, bu buraya gəlib enter bölgəsindən qalxacaq. Tamam mı? Siz artıq məsələn bu fiyat bura düşmüyor mesela. Fiyat bax bu zona düşmüyor mesela. Siz artıq buradan enter bölgəsinə girirsiniz. Tamam mı? Onsuz da bilirsən ki, mesela bu maksimum səviyyədə düşüş yaşayacaq bura. Tamam mı? Buradan da bura olsun lap $50 ziyanım olsa $60. Olsa buradan gəlib qalxacaq da yuxarı. Tamam mı? Siz onu o zamana qədər həm buradan giriş edin. Gördünüz ki, chart dəyişir, məsələn, qalxıma gedir. Tamam, buradan buy girin. Heç nədən qorxmayın. Yəni bu düşmə ehtimalı yoxdur. Mümkün deyil. En azı enter bölgesine düşə bilər. Oradan da qalxıb gedəcək. Gördünüz? Hoppa, getdi. Tamam mı? Yəni belədir uşaqlar. Kombinasiya belə. Bu ikinci enter bölgəmiz məsələ buradır. Yəni oturub gözləməyin də məsələn enter bölgəsinə gəldi. Mən o enter bölgəsinə ayda bir fitil qalıb gəlib çıxsın. Artıq sənin demək olar ki, enter bölgəndədir də. Təsəvvür edək ki, bir hardasa 200 pps qalıb aşağı düşməyə. Sən artıq oradan giriş edirsən, başa düşdün. Mən indi marketi yönünü dəyişməyin bilirəm də. Sizlərə öyrətməyə çalışıram ki, yəni belə şeylərdə diqqətli olun. Artıq bilirsən ki, məsələn, bura sənin ikinci enter bölgəndə. Yəni burada məsələn mənfi ilə bağladınsa, tamam mı? Burada məsələn stopunu da çəkə bilər. Əgər qalxımı hiss edirsənsə, bilirsənsə, yəni stopunu biraz da aşağı çəkə bilərsən. Olsa bu sənin düşüş uzun vadəli işlem aparırsan, məcburdur biraz düşüş yaşamağa. Olsa burada uzun vadəli işlem aparanda məsələn sən enter bölgəni burada getib qoya bilərsən. İkinci enter bölgənə də qoya bilərsən. Başa düşdünmü? Sığortada çox ziyana düşməmək üçün birinci bura qoyursan, tamam, stop elədi. Məsələn, gəldi ikinci enter bölgəsinə yaxınlaşmamış, sən artıq giriş edirsən. O səbəbə bilirsən ki, yəni dediyim kimi, bu gəlib maksimum düşüş yaşayacaq buraya qədər. Buradan tap qalxıb gedəcək yuxarıya. Tamam mı? Yuxarı horizontala qədər. Çünki yuxarı horizontalımız boşdur. Yuxarı horizontalı gedib götürməlidir. Tamam mı? Görürsünüz, getdi yuxarı horizontala. Ondan sonra nə edir? Ondan sonra nə edir? Bir dənə baxaq. Ondan sonra nə edir yoldaşlar? Bax bura. Tamam mı? Ondan sonra baxırıq, orada düşüş yaşamalıdır. Getdi. Bu gedib almışdıq. Bu gedib, buradan aldı. Buradan getdi aldı. Bu səviyyəyə düşüş yaşamalıdır. Yaşasa girəcək. Yəni yaşamalıdır deyiləsə çox ki bir şey yoxdur. Əgər düşüş yaşasa ora, tamam, bir dənə baxaq. Ora düşüş yaşası. İndi məsələn qalxa gedə bilər. Yenə düşüş yaşasa ora mən oradan girəcəyəm də. Başa düşdünüz? O qalxdı getdi məsələn, gəlsin. Tak. Oraya gəlsin məsələn mən buy girəcəm. Çünki biz 1 dəqiqəlik də baxırıq uşaqlar. Tamam mı? Bax burada necə boşluq var görürsüz? Bax bu giriş alanına baxın uşaqlar. Burada gör necə boşluq var məsələn. Hoppa. Bir dənə bir yerdə tık ver, rahat girək də. Belə alanlarda problem yoxdur. Məsələn risk atmaq istəyirsinizsə bu alanda da giriş edirsiniz. Tap açırsınız bura qədər. Tamam mı? Burada görürsünüz, qoyursunuz bura. Tap gördünüz, indi 1 mil qaldı da, yəni. O məsələn gəldi çatdı gördünüz. Burada mil qaldı da məsələn. Şey verirsiniz, cüzi 1 ppslik 77-dir, məsələn 619, 78, hardasa yarım ppslik alan qaldı. Yəni burada o demək deyil, yəni ki gəlib tık atsın, dəysin, TP eləsin. Yəni belə gördünüz ki, market ücret dəyişir, istiqamətin çıxında. Olsa da buradan da karınız yetərlidir sizin. Yəni mən bu hal-hazırda qısaldılmış formada
baxıram da. Yəni bunu açsaq görün nə qədər şey edir, nə qədər PPS edir. Təsəvvür edin ki 67-lərdən daxil olmusunuz. 77-lərə 10 PPS edir də uşaqlar. İndi bax məsəl gəldi də tamammı bura? İndi nə edirik? Bir dənə baxırıq. Bax gəldi məsəl bu buranı aldı da gördünüz. Buradan məsələsini deyirsən ki, bu bayaqlar götürmədi, hə indi gəldi götür. Mən buradan bay açım da, tamam mı? Sən marketi dəyişməyin gözü. Gördün gəldi burada dəyişdi məsəl. Tamam, bir dənə fix versin. Burada məsələn risk atırsan, bir dənə giriş edirsən. Tamam ki, buradan indi çubuğumuzu belə çəkək. Buradan entry-yi yəni bura qədər çəkirsən. Çünki bax, burada almayıb, səni manipulyasiya edir, çaşdırır. Niyə görə? Çünki mən gedim bu xətti alım, buradakı ekvatoru götürüm, ekvatordan sonra qalxaram oraya, götürərəm. Başa düşdünüz necə? Bir dənə baxaq. Tak, yenə gəlir. Niyə görə? Bax, uşaqlar. Onsuz stopumuzu biraz aşağı qoyuruq. Niyə görə? Çünki səbəb olaraq. Bax, burada bir dənə fikir verin. Bax, uşaqlar, burada fitil var. Tamam. Bu fitil fake fitildir. Manipulyasiyadır. Çaşdırır. Başa necə? Yəni bu qalxmalıdır. Olmasa da stopumuz olsun, problem yoxdur. Aşağı entry bölgəsinə yeni girərik. Yəni ki, giriş edərkən ikinci entry zonanız olsun. Çünki siz mənfi atanda yenidən vəziyyətdən çıxa bilərsiniz. Hoppa, götürdü. Tamam, düşəcək, yox. Bax, buradan giririk. Problem yox. Burada məsələn, sən stop etdi, olsun. Dediyim kimi, xəttdən biraz aşağı gedə bilər. Buradan yenə giririk. Buradan tutaq ki, $50 ziyandasan. Tutaq ki, buradan açırsan, bura gelir. Baxırıq. Stopumuzu olsa aşağı qoymuşuq. Ürəyimizi üzmədə. Tık. Gördünüz? Burada məsəlsin. Ayda. Deyir üzr istəyirəm. Burada məsələ uşaqlar. Onsuz da sən burada məsələn əməliyyatı açmısan, tamam mı? Burada əməliyyata giriş etdin də. Sonra sofu aşağı qoyursan da, nə etsən də, tamam mı? Buraya qədər qoydum. Məsələn, burada tutalım ki, sən mənfi $50 ziyandasansa, tamam mı? Burada mənfi $50 ziyandasansa, əksəldə burada nədir, qardaşlar? Burada hardasa, bir dənə PPS hesablayaq. 362, 377. Oho, 360 neçə idi bu? 362. Tamam abi, 362, 377. O 15 PPS. Aha, 15 PPS. Yəni burada hardasa sən $200-300 falan, nə bilim, yatırdığın da vəsaitə uyğun olaraq burada $50 ziyandasınız. Məsələn, belə hesablayaq 68-dən 5 PPS-ə məsələn. Həndə tamam, 5 PPS-ə sən elə bil ki, $50 ziyandasansa, burada 15 PPS edir, $150 kardasan. $50 mənfini çıxarsan, hətta müsbət $100-la əməliyyatı bağlamış olursan. Tamam, uşaqlar, gördünüz? Bu, tak, getdi. Yəni, burada manipulyasiya edir. Nə istəyirəm? Bu xətlərdə, qardaşlar, horizontalları və ekvatorları təyin edərkən, yaxşımı? Burada məsələsi, dediyim kimi də, burada əməliyyat gördünüz, burada əməliyyat gəldi, sən manipulyasiya elədi, almadı. Dedi ki, mən gedim bu aşağıdakı xətti götürürüm, bu hansı ki bu alan, bizim ekvatora. Həmin bu alanı götürürüm, ondan sonra qalxıb gedib oraya alacam. Başa düşdünüz necə? Ona görə yuxarını, buranı boş saxladı. Görürüz, yenidən gəldi. Təbii ki, burada dediyim kimi, burada xətti çəkmişəm. Təbii ki, sən stopunu biraz aşağı qoyasan da olsun. Haradasa bu da nəsə eləyir? Təsəvvür edin, 1-in 4.7 arada, tamam. Yəni, super bir şey əməliyyat. Yəni, gördünüz, uçaraq getdi. Yəni, burada elə price action uygulamıram, mən SP-lərə uygulamıram. Sadəcə, mənim etdiyim strategiyalar var, mənim kəşf etdiyim strategiyalar. Həmin o strategiyaları sizə görsel olaraq anlatmağa çalışıram. Yəni, gördüyünüz kimi, mən məsəl üçün qırmızı olan günlərəm olurdu. Məsələn, mən bu günlər məsəl üçün vəsaitimi əməliyyatı açdım, məsələn, $5 ziyana düşdüm. Tamam mı? Burada necə ki anlatdım, məsələn. Hansı idisə o bilmirəm. Hə, bu məsələ uşaqda tutalım ki, bir əməliyyatda məsəl üçün mən mənfiyə düşdüyümdə, tamam mı? Mənim ikinci entry zonum haraydı? Bax, buraydı da, tamam mı? Mən oturub orayı gözləyirəm, tamam mı? Bax, gəldi məsəl üçün, dediyim kimi, deyil bu formatda. Görürüz, bu alanıydı da, tamam mı uşaqlar? Gəldi məsəl üçün, tamam, entry bölgəsinə yaxın olan zaman mən giriş edirəm. Çünki artıq burada uzun vadə işləyirəm. Görün, uzun vadə işləyirəm. Uzun vadə işləyirəmsə, mən oturub entry bölgəsini gözləmirəm.
Çünki əsas zoom burada. Bura daxil olanda enter zona 99%, 95% arxayın oluram. Başa düşdünüz necə? Bilirəm ki, artıq bura dəydisə məsələsi rahat gedəcək də. Bu alana dəydisə məsələsi rahat gedəcək. Əks halda məsələn tutam ki, buradan ki gördüm ki, məsələn, Şam yolunu dəyişir, tamam mı? Niyə görə? Aşağı xəttə görə. Bax bu qara xəttimiz var da bizim. Bu qara xətti alıb qalxırsa, demək mən artıq buradan giriş edirəm. Başa düşdünüz necə? Stop loss'umu gətirib aşağı qoyuram. Çünki buradan da giriş edəndə məsələn normal bir lotla girirəmsə, buradan artıq 0.5 lotla girirəm. Başa düşdünüz necə? Buraya daxil olsa, buraya yaxınlaşıb gəlsə enter bölgəm, buradan da bir dənə 0.5 girirəm buy. Başa düşdünüz necə? Bunlar yəni ki, sizin yönteminizdən asılıdır da. Başa düşdünüz necə uşaqlar? Siz necə işlərinizi necə qurursunuzsa, burada da elədir. Burada da elə bir vəziyyət qurmalısınız ki, elə ehtiyatla hərəkət etməlisiniz ki, burada təbii ki, bir lotla açmayacaqsan. Başa düşdün necə? Sənə 70%, 80% güvənilir bir alandırsa, burada təbii ki, çox riskə girməyəcəksən. Sənin enter zonun burada, tamam mı? Sən gözləyirsən ki, bura alsaydı həmin burada 99% arxan olduğum yerdə məsələ çox arxayın olduğum, 95% arxayın olduğum alanı mən buradan bir lotdan açardım əməliyyatımı, stopunu da bura qoyardım. $200 ziyanım olsa. Ancaq qazancım isə halbuki sənin qazancın isə buradan bura məsələ olacaqdı ardası $1000, $1200, bəlkə də $2000, $3000 olardı. Misal çəkirəm, nə bilmə çəkin, deyə hesablayarsınız özünüz nə qədər edirsə. Ona görə deyirəm ki, uşaqlar həmin bu zonda, tamam mı? 0.5 lot açırsan, tamam mı? Buraya qədər qoyursan. Əks halda bu buradan gəldi, market buradakı düzəltməsini elədi, tamam mı? Düşüş yaşadı bu enter bölgəsində. Buradan da bir dənə 0.5 açırsan. Başa düşdün necə? Yəni stratejinə güvənməlisən də, başa düşdün? Artıq bu alana gəldikdən sonra, tamam mı? Bu gəldi, məsələn, bura düşüş etdi. Sən artıq buradan 0.5-i açırsan, ta bura qədər qoydun mu? Stopunu da gətirib bu xəttin altına qoyursan. Все. Tarih getdi. Görürsüz, bəsit. Yəni biz bu günə bu qədər analizimizdən heç bir mənfilə çıxmadıq. Yəni günü məsələn əməliyyatları və yaxud da 2 günü, 3 günü, həftəlik olsun, profitlə bağlıdır. Başa düşdünüz necə uşaq? Bax burada məsələn burada artıq belə alanlarda sənin nəfsin ortaya girir. Təbii ki, oturub sən bu TP alanını gözləyəcəksənsə, məsələn mən bəzən olur ki, gəldi məsələn vəsait çatmağa yaxında olanda məsələn bağlayıram. Mən qane edirsə vəsait bağlayıram, tamam mı? Gəldi düşdü, yenə eyni formada dediyim kimi gördünüz aldı. Məsələn o fitil bizim üçün qənaətbəxş deyil. Gəlir həmin o fitili doldurur, tamam mı? Yenidən bir də manipulyasiya verir, sən əməliyyatdan çıxasan deyə. Tamam mı? Həmin hansı ki bu zon var. Bax gördünüz bu əməliyyatı doldurur. Bizim ekvatorumuz buraydı, tamam mı? Ekvatora gəlir, toxunuş verir və yenidən manipulyasiya edir ki, sən stop eləsin, getsin. Çünki bundan artıq düşə bilməzlər. Çünki bu buranı götürməlidir. Başa düşdünüz? Əks halda düşərək gedə bilməz. Çünki burada çoxlu fiyat boşluqları var, tamam mı? Bu alanlar marketin yön və istiqamətlərini bildirir. Bax hansı ki bu xəttimiz olan teritoriya var. Həmin o alan bizə fiyatların, yəni ki, ora qalxacağını göstərir. Yəni aşağı ekvator və yuxarı horizontal bunlarla işləyir. Biz normalda siz əsas yönü tapmaq üçün nədir? Yuxarı horizontal, ekvator və aşağı horizontalları təyin edə bilməniz. Çünki bu biraz çətin məsələdir. Sadəcə çox çalışmaq lazımdır. Yəni deyirəm mən o dərsləri kursda uşaqlara tələbələrimə başa salıram deyə, ona görə mən sizə hər şey dərinliyi ilə anlata bilmirəm. Çünki onların haqqına girmiş olaram. Bu 3 dənə kombinasiyanı bildinizsə qardaşlar, yəni girin marketi dağıtın, bazarı dağıtın və yaxud da ki borsanı dağıtın, kripto fərqi yoxdur. İstənilən alanda işləyir maşallah. Çünki mən də bunu tələbələrim deyib. Çünki mən onları sınaq kimi sınavdan keçirtməmişəm də, Bitcoin olsun və yaxud da ki Bitcoin demək kriptovalyuta olsun, mən onlara baxmamışam ümumiyyətcə. Mən ancaq Forex bazarda, Gold'dur, Euro USDT'dir falan, SP500 falan, bunlarla Wall Street falan, nə bilim. Bu chartlara baxmışam, başa düşdünüz necə? Amma ki kriptovalyuta da çox gözəl işləyir. Yəni bu hal-hazırda öyrətdiyim sizlərə ki kombinasiyalar yoxdur, strategiyalar. Onlar hamısı çox gözəl işləyir. Yəni ki bildiyiniz 10 numara işləyir, şükür Allah. Hələ bunun SP alanları var. Mən burada məsəl üçün adi o 3 dənə əməliyyatlarla, yəni ki horizontal ekvator, aşağı horizontal ekvator və yuxarı horizontalları anlataraq sizə başa salıram. Başa düşdünüz? Burada da SP alanları var. Düzdür, SP alanların video formatında öyrətməyəcəyəm. Çünki yəni deyirəm bu uşaqların haqqına girmiş olaram. Çünki onlar ən azından müəyyən bir məbləğ daxilində məndən kurs götürürlər. Əks halda mən sizlərə bunları pulsuz anlatsam onlar haqqında girmiş olaram. Üzrlə hesablayın.
Belə də yəni də deyirəm uşaqlar, yəni əlimdən gəldiyi qədər 50-60%, 70% ən azı mən yalan danışmayacağam. Yəni 70% bax bu strategiyaları öyrənsəniz 70-75% gəlmə şansı yüksəkdir və rahat formada trade edə bilərsiniz. Amma ki tam öyrənməniz lazımdır. Əks halda manipulyasiyalar burada sizə öyrətsəm, bax hansı ki bu alanlar ki var, bax bu alanlar. Mən bilirəm ki burada niyə görə manipulyasiya edir. Oturub SP-ni anlata bilməm deyə sizə başa sala bilmirəm. Nəysə uşaqlar, uzun sözün qısası bax gördüyünüz kimi, yəni bu günləri məsəl üçün 1 2 3 4 1 2 3 4 5 dənə əməliyyat açdıq. Orada da düz dənə stopumuz olmadı. Yəni burada məsələ burada sizin nəfsiniz ortaya girir. Təbii ki, burada da məlum məsələ, burada məsəl üçün stop oldu, səhv etmirəmsə burada. Yoxsa nə idi? Enter bölgəsi falan var. Yox, burada yox. Burada stop oldu. Amma ki, burada $50 stop oldu. Burada isə məsəl üçün bu kombinasiyada biz giriş etsək, məsəl üçün burada hardasa minlərlə dollar pul qazanmış olduq. Yəni başa düşürsünüz necə uşaqlar? Sadəcə yöntəmin bilmək lazımdır. Yəni mən burada durub mən bunları kimdənsə öyrənməmişəm. Yəni deyirəm, mən özüm bunları qrafiklər üzərində günlərlə, aylarla, illərlə çalışaraq öyrənmişəm. Sizlərə də məsləhət görürəm ki, bu alanları, bu kombinasiyaları öyrənin və maşallah gedin borsanı dağıdın qardaşlar. Yəni biz belə bir sıxmasın tələbələrim və mən bununla çalışırıq. Yəni bu stratejilərlə gedirik. Postprolar var məsələ. Postpro xırda 1-2 şamlarla trade mikro scalping gedirdi. Yəni belə deyim sizə. Məsələ burada məsələn əməliyyat dəyişir, tamamı. Dəyişmə alanları məsələn göstərir. Və məsələn burada postpro-nu biz necə təyin edirik deyim sizə. Burada məsələn postpro-nu təyin edirik. Bax bu röveşetlərinə bax, məsələn buradakı röveşetlərinə bax, buradakı röveşetlərinə göstər liqlərin cəmi. Xırda şamlarını biz elə kimi işləyirik. Bax məsələn burada fiyat gəlir, burada düzəltməsini edir. Tamam. Bu nə əsasını bilirik? Bax buradakı əsasını bilirik. Tamam mı? Bax burada məsələn gözləmirəm də artıq mən məsələn. Gəl deysə, tamam mı? Deydiyi alanda girirəm. Bax bu boş alanda girmirəm artıq. Başa düşürsünüz? Məsələn buradan bura məsəl üçün tutalım ki, keçən səfər orada scalping var. YouTube-da paylaşmışdım. Bax buradan bura artıq mən məsələn tutalım ki, bura dəysə, məsələn artıq mən rahat olur axı. Başa düşürsən? Güvənilir alanımda 90% güvənilir alanımda. Buradan gedirsə ya mən giriş eləmirəm. Tamam mı? Əgər burada dəydisə, tapa vururam bir 10 dənə əməliyyat aşağıya qədər vəsiyo. Qutardı getdi. Bax bu alana qədər. Bax buradakı liqlərin cəmi var. Görürsüz? Görürsüz? Ancaq bu aşağıdan və üstdən toxuntu var. Bura qədər. Vəsiyo. Bura qədər girirəm, əməliyyatı bağlayıram, qutardı getdi. Bax belə uzun vadə, qısa vadə, nə bilim, nə deyirsiniz? Nə deyirsiniz? Hamısı inşallah bilirik. Allahım həmd olsun. Yəni ki, kimlərisə də burada aldatmırıq. Nə də ki, dolandırmırıq, qardaş. Nədir, onu izah edirəm və sizlərə başa salıram. Və həmin bu alana qədər, məsələn. Görürsünüz, bura və bura. Tap düşdü. Gördünüz, yenə ekvatora düşdü, qalxdı. Liqlərin cəmi var, bu alanda var, bu alanda var. Bu alanı götürürük. Tamam mı? Gəlsə buradan giriş edirik, tamam mı? Gəlsə buradan, yenə deyirəm, məsələn, mən belə alanlarda artıq girirəm. Çünki burada SP var, başa düşdünüz? SP var. Məsələn, o izah edə bilmirəm də mən sizə. Mən imенно bunları izah etmək istəyirəm sizə. SP əsasında məsələn buradan da girə bilərəm, başa düşdünüz? Bura mənim artıq giriş nöqtəmdir. İkinci entry zonum artıq buradır, başa düşdünüz necə? Məsələn, elə kimi işləyirik. Security price action növləri var. Adi uşaqlar, məsələn, bir dənə security price action. Orada məndə TikTokda yazmışdı uşaqlar. Security price action necədir, işləyirmi falan filan. Peşməkəm. Bir dənə security price action növü tapın. Ya da ki, növbəti dərsdən onu izah edərəm sizə. Yəni, security price action işləyib işləməməyin. Yəni, mən dediyim uşaqlara ki, işləməyir, onlara inanmadı. Sadəcə bir-iki dənə pozisiya tapacam. Gələn növbəti səfər onu çəkib sizə anlatacam, yaxşım. Belə yoldaşlar, diqqətli olun, sadəcə öyrənməyə çalışın. Vallahi öyrənməyə çalışın. Həyatınızı dəyişmək istəyirsinizsə öyrənin qardaşlar. Yəni ki, bu yolda ki, kim sizə deyir, alınmır, nə bilim, başara bilməzsiniz falan filan. Onlar hamısı mücadilə aparmaq istəməyən insanlardır. Biraz yəni 500 manat pul itirən kimi başlayırlar ki, nə bilim, qumarxanadır, belədir, hələdir. Qardaş, qumarxanı deyəndə ki, zəhmət çəkməlisən də, sənə kimsə getib havaydan pul verməyəcək ki, get zəhmət çək, qazan da, qardaş. Adi bir biznes qurursan, biznesi 2 il, 3 il ancaq da raskoda işləyirsən ki, mən biraz müştəri yığım. Elə deyil, elədir də qardaşlar. Siz də 2-3 il müştəri yığmırsınız, sadəcə bazarı öyrənməyə çalışırsınız. İfsiyo
qurtardı getdi. Bazara öyrənin qardaş, gedin qazanın da. Gedin qazanın, nə istəyirsiniz? Yəni belə uşaqlar, bu 3 dənə pozisiya anlattım sizə. Onları da indi düzdür, belə düzdür, dərs formasında anlatmadım. Sadəcə ucundan, hə, qulağımdan sadəcə izah etməyə çalışdım sizlərə. Deyirəm mən keşki belə YouTube platformasının vaxtında açardım. Çünki indi uşaqlara kurs yenidirim, uşaqlara kurs verirəm, vallah uşaqlar. Üzrlə hesab eləyin. Artıq dərəcədə xahiş edirəm. Çünki tam dərinliyinə manipulyasiya hissələrini falan anlata bilmirəm sizə. Çünki o uşaqların haqqını girmiş olaram. Siz də haqqınızı alalıyın. Əlimdən gəldiyi qədər başqa cür yəni dəstək olmağa yenə hazıram. Yəni bacardığım qədər azından çoxundan sizlərə strategiyalarımın necə işlədiyini başa salmağa çalışıram. Bu da stratejilərdə özünüz də görürsüz. Yəni mən elə vaxt olmuyor ki, mən günümü həm də olsa Allaha 2 aydan, 3 aydan, 4 aydan çoxdur ki, günümü zərərlə bağladığım gün yadıma gəlmir. Həm də olsa Allaha. Bu da mənim nədən irəli gəlir? İllərlə verdiyim zəhmətə. Başa necə? Zəhmətə görə qardaş mən bəhrəsini alıram. Çünki çox zəhmət çəkmişəm, ona görə də bəhrəsini alıram. Ona görə bugünkü gündə mənfilərim olmur, şükür Allaha. Olsa da günü nə etsəm də profitlə bağlayıram. Allah sizlərə də onu qismət etsin inşallah. Öpürəm sizi, hər birinizi öpürəm. Allaha əmanət olun. Davam edin yoldaşlar. İnşallah Allah zəhmət çəkən hər kəsin ruzusunu verir. Yəni də deyirəm, siz buna bir sənət kimi yaxınlaşın, yaxşımı? Bu sənəti öyrəndinizsə, yəni qazancınız da olacaq. Qazancı görə yaxınlaşdıqsa, vay halınıza. Çünki insan qazanmaq üçün girişdiysə söhbətə vəsiyo. Qumar kimi də trade edəcəksən. Axmaq, nə bilim, ağlı şeylər gələcək. Gedəcəksən, banka girəcəksən, pul yatıracaqsan. Çünki sən qazanmaq üçün girmisən bura. Ancaq ki, sən bunu öyrənmək üçün bir sənət kimi, peşə kimi yiyələnmək üçün girirsənsə bu bazara, başa düşdün necə? Sən artıq nə edəcəksən? Düzgün formada analiz edəsən, öyrənəsən, çabalayasan, qısa-qısa, bala-bala 5 manat, 3 manat yatırım eləyərsən, itirdiyində hər dəfə itirdiyində öyrənəsən, başa düşdün, nəticə çıxartmağa çalışasan. Ona görə uşaqlar siz çalışın ki, bu sənəti öyrənmək üçün bu işə girişin, yaxşı mı qazanmaq üçün girməyin. Allaha əmanət olun.